Salam ərz eləyəm əziz dostlara. İnşallah ki, əhvalatınız yaxşı olsun. Təqribən bir ay idi ki, internetlər sərasəri qət idi və mütəəssifanə bu müddətdə xidmətinizdə ola bilmədi. Bu müddətin ərzində ürəyim siz üçün çox darıxmışdı və əlan çox xoşalam ki, yenə də bir klip və amuzəş ilə xidmətinizdə varam. İnşallah ki, həmişə asayişdə olasınız. Siz üçün müvəffəqiyyət, səlaməti və xoşbəxtlik arzu eləyəm. İnşallah ki, yenə də bahəm xoş günləri təcrübə eləyək. Çünki vətənimizin tək-tək insanları şaistə və layiq insandırlar. Bugünkü amuzəşim təhcəğənə görədir. Təhcəğənlər həmişə ərzişmənd olarlar. Biz vaxtı ki, təhcəğən ilə bərxord eləsək, yaxşısı yoxdur ki, təhcəğəni dəqiqən bərrəsi eləyək. Çünki ərsə hədəfinə yabidə təhcəğənlər mühüm hədəfləri verərlər. Təhcəğən çə kəftaşın üstündə gəlsə və çə divarədə gəlsə, həmişə ərzişmənd olar. Cəğənlər mütəğəyyir hədəfləri verərlər. Bir cəğənin şişliyin üzü ilə, əndazəsinin üzü ilə və həmçinin cəğənin caygahın üzü ilə eləyə bildik ki, növ hədəfi şinasayı eləyək. Pəs həmişə təfsirə cəğəndə bu 3 dənə virgeci ya 3 dənə faktor yadınızda olsun və bu 3 dənə qaidəni cəğənlərin üstündə icra eləyək. Cəğənimiz gerd bir cəğəndir. Cəğənin qotru və əndazəsi təqribən 30 santıdır. Cəğənin caygahına da baxsınız, görəcəksiniz ki, cəğən təqribən bir dənə hamar yerdə gəlibdir. Xoş, bu bizim cəğənimizdir ki, kamilən təraşı, müşəxəs və məşhuddur. Sayət şey, şayət dəqiq görsənmi? Yoxundan görsətsəm, bu cəğənin təraşın kamilən təşxis verə bilərsiniz. Cəğənin qotru təqribən 30 santıdır. Bir qarizdən biraz yuxarıdır. İmkanı vardır ki, cəğən hətta karbordi də ola. Bəzi dostlar mütəəssifanə cəğəni karbordi ilə o cəğəni ki, mühimdirlər və mühim hədəfi verəklər, təfkik eləyə bilməklər. 2-3 dənə rəveş vardır ki, bunun üzü ilə eləyə bilərsiniz ki, karbordi cəğənləri mühim cəğənlərdən ayırasınız. Əvvəlin qayda odur ki, cəğənin əndazəsinə baxayın. Cəğənləri ki, yekə əndazədə gələklər, əksərən karbordi olaylar. İkincisi odur ki, cəğənləri ki, karbordidir, sükunətgahlarda gələklər. Pəs karbordi cəğənin dibində və ətrafında gələ hətmən sükunətgahımız da ola və biz sazələrin və çənçinlərin üzü ilə eləyə biliyoruz ki, basani sükunətgahı təşxis verər. Və üçüncüsü odur ki, karbordi cəğənlərin qırağında heç mövqə qəşəng nişanələr gəlməz. Məsələn, əgər bu cəğənin dibində, məsələn, bu quşəsində bir əlaməti səlib olsa, zərblər olsa, məsələn, bir ilan əqqakisi olsa, heç mövqə day bu karbordi ola bilməz. Bəlkə biz üçün mühim hədəfi verər. Bu əndazədə cəğənlər, yəni cəğənləri ki 30 santıdırlar, həm xanavadəci məqbərə verə bilərlər, həmin ki bir hədəf təpənin içində verə bilərlər. Pəs təht cəğənləri ki məhdudədə gələklər. Əgər cəğənin ətrafında bir dəssaz təpə görsüz, mütməyin olunuz ki, o cəğən o təpənin nişanəsidir və təpənin içində bir mühim hədəf vardır. Təpə ki dəssaz ola. Bu təpə həm torpaqlı təpə ola bilər, həm daşlı təpə ola bilər. Əgər torpaqlı olsa, mütməyindən o torpaq tökülmə torpaqdır. Yəni əl ilə ora tökülübdür.
və əgər daşlı təpə olsa, mütməyin oluruz ki, o daşlar əl ilə qurulubdur. Pəs əgər bunu o zoğanların dibində dəstaz təpəyə təpula görsöz, mütməyin oluruz ki, bu zoğan o təpə ya təpuların nomadıdır. Əgər təbii neçə dənə təpə olsa, day zoğan o təpələrin numadı ola bilməz. Siz təcrübə özü ilə təbii təpələri dəstaz və məsnui təpələrdən ayıra bilərsiniz. Töhmə təpələr kamilən müşəxəs olur. Pəs vaxtı ki təht zoğanı görəysiniz, 3 dənə faşların üzü ilə ətrafı dəqiq bərrəsi eləyiz. Zoğanın qotri biz üçün hətta məsafət də verə bilər. Məsələn, bu zoğanın qotri üçün 30 santıdır. Hətta 30 qədəmiyə bu zoğanı da bərrəsi eləyə bildik. İmkanı vardı ki, 30 qədəmi də bir dənə təpə verə, ya bir dənə sənçin verə. Dərkol bir dənə xas nöqtəyə işarə eləyə ki, o nöqtə bizim hədəfimiz olacaq. Zoğanın bir qismətin şibi hətta biz üçün cəhət verə bilər. Ya zoğanın qırağındakı nişanələr, məsələn, əgər burada eskən olsa, biz üçün cəhətlərində ola bilər. Ya əgər bunlar heç biri də olmasa və təht zoğanımız bir təraşxorda daşın üstündə olsa, məsələn, daşın bir quşəsi tiz olsa, hətta daşın özü də biz üçün cəhətlərində olar. Pəs nişanələrin təfsirində gələ çox diqqət eləyəsiniz. Həm nişanənin şəklinə, əndazəsinə və memarısına diqqət eləyiz. Həm o daşı ki nişanə üstündə gəlibdi ona diqqət eləyiz. Həminki nişanələri ki əsl nişanələrin qırağında gəlibdi, onlara da diqqət eləyiz. Və sair məvariddə gələ hətmən məhdudiyyədə qəşəng diqqət eləyəsiniz. Bunları vaxtı ki cəmbəndi eləsöz və qəşəngdər təhlil və bərrəsi eləsöz, mütməinnən hədəfi də rahatçılığıyla tapa bilərsiniz. Bizim təht zoğanımız təbii və rişədar bir daşın üstündə gəlibdi. Bu daş əlinə bura qurulmayıbdı. Bəlkə bir daşdır ki, məhdudən təbii daşıdır. Bu daş da eyni bu daşlar təkin yerli və sabit daşdılar. Və əslən əlinə bura qurulmayıblar. Zoğanın bu cəhətə bir miqdar şibi vardı. Vəli bu şib əvvəldə burada yox imiş. Bəlkə dostumuz iştibahən gəlib zoğanı sındırıb və fikirləyib ki, burada bir şey vardı. Bura pot şıvırıb və mütəəssifanə zoğanın bu qismətin sındırıbdı və gərnə zoğan hər ləbədən və hər qismətdən bir əndazədəymiş və bu şib burada yox imiş. Bu qismətdən sındırıb və bir miqdar zoğanın şislin xarab eləyibdi. Və bu günləri mən bura gəlmişəm, ta zoğanın hədəfini tapam və hədəfində yerin yoldaşımız üçün tapmışam. Pəs zoğanımız təhti, yanında heç quna nişanə yoxdur və o qismətdə şibdi örüymiş. Əgər ətrafına baxsaq, görəcəyik ki, məhdudə kollən təbiidir və heç quna əl işi buralarda görsənmir. 1-2-3 dənə yer ki, həvvari olunubdur, kamilən beşrə çıxıbdır. Məhdudiyə baxız. Məhdudədə heç quna sükunətgah yoxdur ki, biz bu nəticəyə yetişək zoğanımız karbordi zoğanıymış. Baxıyıq ki, görüyoruz zoğanın qabağında bir dənə təpulə varımızdır. O təpulə biz üçün məşğul olacaq. Pəs əvvəlin fürsətdə gələk təpuləni bərrəsi eləyək. Çün ərz elədiyim təkin vaxtı ki təht zoğan gəldi və məhdudəsində bir təpə olsa, təpə 2 dəstaz ola, mütməinnən hədəf o təpənin içində olacaq.
Vəli görüyor ki, bu təpədən sonra yenə də bir tədad təpələr və təbii bir istilah təpələr varımızdır. Burada bir miqdar sərdərqom oluyor. Gələk biz çox rizvin olayın və çox diqqətli numada baxayın. Daşa baxanda görüyor ki, daşın bu qisməti təraşlanıbdır. Müşahidə eləyiz. Bu qismətə baxsınız. Görəcəksiniz ki, bu qismətin təraşı var idi. Nəzər üzə bu təraş təsadüfi ola bilər. Mütməindən xeyr. Vaxtı ki, memar gələk daşın üstündə coğan təraşlayır və daşın bu qismətində səku alətində çıxardıq. Pəs mütməindən bir məsiri və bir caygahı özü üçün intixab eləyir. Və numadında burada cürrey ta fəqət özü onu təşxis verə bilər. Düzdür, bu təraş çox safdır, vəli mütməindən təraşdır. Çün əgər quşələrinə baxsınız, asarı tişə və qələmi görəcəksiniz. Bu şiarlar dəstçəndidir və daşın bu qismətin təraşlayanda bunlar çəqqoş və qələmin yeridir ki, burada qalıbdır. Bir miqdar təmizləyəm, ta təşxis verə biləsiniz. Baxınız, daşın bu qisməti borəş verilibdir. Müsəlləmən o zamanı ki, bunu təraşlayıblar, bu saf imiş. Xob, bədi neçə min, məsələn 1000 il ya 2000 ildən sonra yağış və qar və fərsayiş mütməindən əsərin buna qoymuş və bu mütməindən əvvəldə saf imiş və bir qismətləri tökülüb və xarab olubdur. Çün baxsınız, görəcəksiniz ki, daşımız təqribən fərsayişi bir daşdır və çox möhkəm və əlinən qurulan daş deyil. Bəlkə xoda təbiətdən istifadə ediblər və təbiətin öz daşının üstündə nişanəni həkk eləyiblər. Bu haləti səku bizə caygahı görsədik. Bizə bəlləndirək ki, məhdudə bir səku manən yer varımızdır. Bir səku manən yer ki, onun üstündə, yəni üst qismətində bizim hədəfimiz məxfi olubdur. Pəs məhdudiyə baxacaq. Görəcək ki, məhdudəmizin hansı qismətimizdə bir haləti səku manən varımızdır. Onun yuxarı əlində bizim hədəfimiz olacaq. Vaxtı ki, üstə baxıyor, görüyor ki, bir haləti səku burada varımızdır. Baxız, diqqət eləyiz. Bu qismət haləti səku manəndidir. Bu təpədir. Çün vaxtı ki, üst qismətinə çıxıyor, görüyor ki, üstü kamilən safdır. Düzdür ki, cədidən üstü zəminə kişavərziyə təbdil olubdur. Vəli əvvəldən bilinək ki, bu qisməti səku aləti var imiş və onun üstü təqribən saf imiş və bu təpədir. İndi üst qismətində siz üçün göstərəcəyəm. Bu təpə Alladan bir təpədir. Baxız, bu Alladan təpələmiz bir haləti yalmanən gələk və çıxay bu səkunun üstünə. Bizim bu borəşimiz səkunu görsədik və coğanimiz səkunun üstündə, yəni yoldaşlarımız dayanan yerdə hədəfimizi görsədik. Məhdudədə dazinzəni eləmişəm və hədəfi düz orada şinasayı eləmişəm. Orada bir yekə otaq tutmuşam. Otağın səxti təqribən 1 metr yarımda üzə çıxacaq və otağın kəfi də 4 metrlikdədir. Otağın da adı böyükdür. Təqribən 5 metr hududundadır. Yəni otağın tulu 5 metrdir. Pəs burada heç günə xas moridimiz yoxdur. Və o təpəyi ki, gözümüzə çox şirindəyik, o da baş Alladandır. Bəlkə bizim hədəfimiz yoldaşlarımız dayanan yerdədir. Siz vaxtı ki, gəlib dazinzəni eləyirsiniz.
Vaxtı dazıncı işlədəysiniz və görəysiniz ki, dönək hədəfə sarı. Yaxşısı odur ki, dazıncı ilə yerəyib qabağa getməyəsiniz. Çün əgər yerəyib qabağa getsiniz, məsələn şayət məhdudədə bir fər'i hədəfdə olsa, bir təbii ofrədə olsa, sizi karıxdıra və bais ola ki, mühüm hədəf tapa bilməyəsiniz. Pəs yaxşısı odur ki, vaxtı nişanəni görsünüz və istədiniz ki, radiobzəni eləyəsiniz. Əvvəl şüazəni eləyiz və vaxtı ki, radiob və anten bir məsirə dönsə, o məsiri yadınızda saxlayız və neçə qədəm qabağa götürürüz. Məsələn, 3-4 qədəm gediz qabaqlıq. Yenə də şüazəni eləyiz. Bücür şüazəni eləsiniz, siz üçün çox yaxşı olar. Və vaxtı ki, gördünüz, yenə də anten döndüyü o özə sarı, yenə də qədəm götürürüz, gediz qabaqlıq. Əgər özür radiobzəni eləsiniz, qəşəhtər nəticə alarsınız. Çünki yerin təbii hofrələrin və fər'i hədəfləri həsf eləyə bilərsiniz. Siz rahatçılıqla eləyə bilərsiniz ki, dazıncın əbad girisi ilə və metraj girisi ilə fər'i hədəfləri ya inkifək hədəfləri və istilah həsf eləyəsiniz və əsli hədəf tapasınız. Xələyi tapandan sonra hətmən gələ əbad giri eləyəsiniz və hədəfin am girisini də əncam verəsiniz. Xidmətinizə ərz eləyim ki, bu həftə təxfifimizin axırıdır. Dazıncəki təxfif qoymuşduq. Bu həftə cümləyəcəkdir və cümədən oyna əfsayişə qiymətimiz olacaq. Pəs dostları ki, istəyirlər bəndədən dazın təyi eləyələr. Cümləyəncək eləyə bilərlər ki, bizim təxfifimizdən bərxordar olarlar. İndi gedim hədəfi siz üçün görsədim. Əvvəl gediyəm o təpiyə sarı. Pəs bizim coğənimiz. Bu bizim təpəmiz ya təpuləmiz ki, çox məşkuk bir təpulədir. Əgər burada radiobzəni eləməsəydik, şayət biz karıxaydık və fikir eləydik ki, hədəf bu təpulərin içində olar. Vəli bir miqdar təcrübə ilə və radiobzəni ilə nəticəyə yetişdim ki, hədəfimiz o qismətdədir. Nəinki bu qismətdə. Baxız, bu nöqtə kamilən Allahdan bir nöqtədir. Düzdür ki, bunun daşları bir tedadı təbii və yerli daşdır, vəli bir tedadı da, məsələn, bu 2 dənə nümunəmiz təkin, əl ilə bura qurulubdur. Vəli dərk ol, bura inhirafi bir yerdir və əsli yerimiz o qismətdir. Yoldaşlar orada işləyik. Bərayin ki, işimiz lo getməsin və dostlarımızdan şərməndə olmayayın. Dəqiq nöqtəni görsətməyəm. Vəli bu yalı və səkunu yoxundan siz üçün görsədiyəm. Ta qəşəhtər nişanəni və caygahını dərk eləyəsiniz. Haləti səku ki, idaməsi olacaqdır. Bu təpə deyil. Gələk təpə ilə buranı iştiba tutmayayın. Çün təpə hər tərəfdən gələk bərcəsi ola. Vəli bura bu qismətdən təqribən pərtqah haləti var idi və üstü də safdır. Pəs təpə ola bilməz. Lazımdır xidmətinizə ərz eləyəm ki, əlavə bər təhcəğənimiz bizim caygahımız üçün hətta 2 dənə də numad tərrahi eləyə bilər. Baxsız görəcəksiniz ki, numadlarımız biri xoruz şişdindədir, biri də toyuq şişdindədir. Toyuq qabaqda, xoruz da daldadır. İkisi də bir rədifdədir ki, ikisinin də baxar tərəfi caygaha sarıdır.
Təqribən nomadların 70 ila 100 qədəmliğində. Bizim caygahımızdır. Düz o qismətdə. Pəs bu bizim coğənimiz. Bu da səkumuz. Bu zaviyədən baxanda Boreşi qəşəhtər təşxis vermək olar. Yenə də gələn videoda görüşərik. Ya həq.